Bizim üstünlüğümüz tabii ki ondadır ki tabii servetlerimiz var. Aynı zamanda elde edilmiş gelirler adaletli şekilde cemiyette bölüştürüldü. O biri kardeş, ben elə düşünürəm ki, bu ailə ilə cəmiyyətin arasındakı fərqi bilmir. Ha, elədir, bilmir. Bilmir ki, bölüşdürə bilmir də. Hə, deyirəm axı, bu səhv eləməz. Axı günah o əziz başçılardadır ki, bunu başa salmırlar. Ay qardaş, nə deyirsən? Başçılarımız sadədir, belə şeyləri bilməzlər. Əgər deyirəm ha, niyə bütün təbii sərvəti ailə arasında bölürlər? Ona görədir ki, bu yazıqlar bilmirlər. Bilərlər, özünü darıxdırmayın, bilərlər.